Bu gün 13-cü cümədir. Bəs niyə insanlar əsrlərdir bu tarixi uğursuz gün olaraq qeyd edirlər? Bunun həm mifoloji, həm dini, həm tarixi səbəbləri mövcuddur. 12 ədədi tarixdə hər zaman tamlıq simvolu olub. 12 ay, 12 bürc və s. 13 isə bu nizamı pozan xaotik bir ədəddir. İstər son şam yeməyindəki 13-cü qonaq İuda olsun, İstərsə də mifologiyadakı xain Loki. 13 hər zaman uğursuzluq gətirir. Cümə xristian dinində bir neçə uğursuz və ağır hadisə ilə əlaqələndirilir. Adəmlə Həvvanın cənnətdə cürətkarlığı, Qabilin Habili qətl etməsi kimi bəzi hadisələr cümə gününə bağlanır. Ən güclü nümunə isə İsa'nın çarmıxa çəkilməsinin bir cümə günü olmasıdır. Bu iki element 13 və cümə ayrı-ayrılıqda uğursuz hesab olunmuşdular. 1307-ci il 13 cümə günü. Fransa kralı 4-cü Filip borclu olduğu Tampliyer cəngavərlərini eyni anda həbs etdirib yandırdı. Böyük ustad Jack de Molay tonqalda yanarkən kralı və papanı lənətlədi. Bir il keçmədən Tanrının məhkəməsində görüşəcəyik və inanılmaz olsa da kral və papa bir neçə ay ərzində müəmmalı şəkildə öldülər. Bu lənət müasir dövrdə də davam etdi. Məşhur 13 cümə filmində Jason Voorhees və Crystal Lake düşərgəsi. Filmdən cəmi 3 il əvvəl Oklahomada Real Scout düşərgəsində 3 qız vəhşicəsinə çadırda qətlə yetirildi. Film və hadisə arasında oxşarlıq olsa da, senaristlər bunu inkar etdi. Bəs sən 13-cü cümənin lənətinə inanırsan, yoxsa sadəcə bir təsadüfdür? Fikirlərinizi rəylərdə yazmağı unutmayın.